Salam hörmətli izləyicilər, 9-cu siniflərin buraxılış imtahanı üçün nəzərdə tutulmuş bu kitabın modul 1 5-ci səhifəsinin izahını verəcəm. Burada 5-ci səhifədə ilk sualımız 14-cü sual olacaq. Ancaq sualın izahına başlamadıqdan əvvəl bir daha xatırladım ki, siz izləyicilər kanala abunə olduğunuz halda 9-cu siniflərin bu video həllərin, video izahların baxa bilməsinə dəstək olmuş olursunuz. Ona görə ki, daha çox abunə video həllərin deməli saytda önə çıxmasına səbəb olur ki, daha çox şagirdlərimiz bu izahlardan baxıb yararlana bilərlər. İlk sualımızın, yəni bu səhifədə ilk sualımız 14-cü sualımızın izahına baxaq. Deməli, sualımız belədir. Bir dəftərin qiyməti K manat, bir qələmin qiyməti M manatdır. Verilən fikirlərə uyğun ifadələri yazın. Aşağıya diqqət edək biz. İlk baxışda bu, deyək, o qədər də çətin misal tipi deyil. Son suallar, aşağıda indi biz izahını verəcəyik. Son iki sual müəyyən qədər maraqlı görünür, ancaq ilk suallar o qədər də çətin deyil. Belə deyək, 4 dəftərin qiyməti neçədir? Ona baxacağıq. Burada verilib ki, bir dəftərin qiyməti K manatdır. Onda biz tənasüb qursaq, bir dəftərin qiyməti K manatdırsa, 4 dəftərin qiyməti X olar. Buradan X bərabər 4 vur K böl 1. Yəni 4K manat olar. Bu aydın başa düşülən bir şeydir. Yəni bir dəftər 2 manatdırsa, 4 dəftər 4 vur 2 olar. Yəni 8 manat olar. O mənada yəni. Digər tərəfdən biz bilirik ki, bir qələmin qiyməti M manatdır. Onda ikinci ifadədə bizdən soruşulan hissəyə baxaq. 4 qələmin qiyməti lazımdır. Biz bilirik ki, bir qələmin qiyməti M manatdır. Onda 4 qələmin qiyməti Y manat olar. Yəni burada 4-ə N-ə vurub 1-ə böldükdə tənasübə nəzərən Y-in 4M manat olduğunu görürük. Yenə də burada da biz sadə misalla baxa bilərik. Eyni şəkildə bir qələmin qiyməti fərz edək ki 1 manatdır. Bir qələmin qiyməti 1 manatdırsa 5 qələmin qiyməti 5 vur 1 manat olar. Yəni 5 manat olacaq. Bu şəkildə. Digər üçüncü sualımıza baxırıq. 4 dəftər 4 qələmdən neçə manat bahadır? Biz biraz öncə 4 dəftərin qiymətini tapdıq. Biz bilirik ki, 4 dəftər 4K manatdır. 4 qələm isə 4N manatdır. İndi sual ondan belədir. 4 dəftər 4 qələmdən neçə manat çoxdur? Biz 4 dəftərin 4K manat olduğunu bilirik. Deməli, 4K manatdan 4 qələmin də 4N manat olduğunu bilirik. Deməli, 4K manatdan 4N manatı çıxsaq, deməli, bəllidir ki, biz 4 dəftərin 4 qələmdən neçə manat çox olduğunu taparıq. Buradan da ortaq vuruq 4-ü çıxarsaq, 4 vurulsun K çıx N olar. Digər sualımıza baxırıq. Deməli, 5 dəftər alıb kassaya 5 manat pul verən müştəriyə qaytarılan qalıq pulu tapın deyir. Deməli, 5 dəftər alınıbsa, deməli 5 dəftərə verilən pul aydındır ki, müştərinin deməli kassaya verdiyi 5 manatdan az olacaq. Yəni 5 dəftərin məbləği müştərinin kassaya verdiyi 5 manatdan az olmalıdır ki, bu sual məqsədə uyğun olsun. Diqqət edək. Bir dəftər, biz bilirik, K manatdır. Onda 5 dəftər X olar. Buradan aydındır ki, 5 dəftərin qiyməti 5K manat olacaq. Həmin bu 5K manat müştərinin kassaya verdiyi 5 manatdan az olmalıdır ki, kassadan müştəriyə pul qaytarılsın. Yəni, onda belə olur. 5 manat kassaya verilirsə, kassada həmin verilən, müştərinin verdiyi 5 manatdan 5 dəftərin qiymətini çıxacaq, yəni 5 dəftərin tutduğu məbləğ nə qədərsə, həmin müştərinin kassaya verdiyi 5 manatdan həmin o pul çıxılacaq və yerdə qalan
kassa tərəfindən müştəriyə qaytarılacaq. Onda belə olur, müştərinin kassaya verdiyi 5 manatdan 5 dəftərin tutduğu pulun qiyməti çıxılır. 5 vurulsun 5K. 5 çıxılsın 5K. Buradan da 5'i ortaq vuruq çıxarsaq, yenə də 5 vurulsun 1K olar. Digər sualımıza baxaq. 5 dəftər 4 qələm alıb kassaya 20 manat verən müştəriyə qaytarılan qalıq pulu tapın. Yenə də eyni şəkildə qeyd etmək istəyirəm ki, deməli, müştəri kassaya əgər 20 manat pul verirsə, deməli 5 dəftər və 4 qələmin 5 dəftər və 4 qələmə veriləcək pul 20 manatdan az olmalıdır. Onda belə olur. Deməli 5 dəftər və 4 qələmə verilən, yəni 5 dəftər və 4 qələmə lazım olan pulu hesablayaq. Yenə də deyirik, 1 dəftər K manatdırsa 5 dəftər 5K olacaq. 4 qələm M manat, 1 qələm M manatdırsa 4 qələm 4M manat olacaq. Deməli 5 dəftər və 4 qələmə ümumi olaraq neçə manat pul verməliyik, onu tapmaq üçün 5K ilə 4N-i toplasaq, biz 5 dəftər və 4 qələmə verilən ümumi məbləği hesablamış oluruq. Onda biz kassaya, yəni müştərinin kassaya verdiyi 20 manatdan kassa tərəfindən həmin 20 manatdan 5 dəftər və 4 qələmin pulu çıxılacaq. Hansı ki o pulu biz bayaq tapdıq. 5K plus 4N və yerdə qalan pul müştəriyə geri qaytarılacaq. Onda olur 20 çıx 5K plus 4N. 15-ci sualımıza baxırıq. Sualımız belədir. Koordinat müstəvisində şahmat turniri iştirakçılarının hər birinin adının baş hərfi ilə qeyd edilmiş nöqtənin koordinatları bu oyunçunun udduğu və uduzduğu oyunların sayını göstərir. Biz sağ hissədə verilmiş şəkilə diqqət edək. Burada üfüqi şəkildə, yəni göstərilən koordinat oxu, yəni bizim bildiyimiz X oxu deyək. Burada udulan oyunların sayı göstərilib. Belə deyək, bildiyimiz Y oxu kimi düşünək, Y oxu. Burada da uduzulan oyunların sayı göstərilib. Və burada hər bir oyunçunun baş hərfi yazılıb. Biz də baş hərfi olaraq müraciət edərik. Bu şəkildə baxarıq. Məsələn, şahmat turnirində baxaq, neçə oyunçu var? A, B, C, D, Y, F, C, H. Toplam saysaq 8 oyunçu var. Və suallara baxaq. A variantından başlayaq. B hərfi ilə qeyd edilmiş oyunçu neçə oyunda qalib gəlmişdir? Diqqət eləyək, B hərfinə baxaq. B hərfi ilə qeyd olunmuş oyunçuyu biz şəkilə baxsaq, aydın şəkildə görünür ki, 1 oyunda qalib gəlib, 5 oyunda uduzub. Digər variantda deməli 7 oyun olduğunu belə bir ifadə işlədildiyi nəzərə alsaq, yəni hər bir oyuncu 7 oyunda iştirak edirsə, deməli 1 oyunda udub, 5 oyunda uduzursa, deməli 6 oyun olur. Deməli digər bir oyunda da heç-heçə olduğu bəlli olar. Bizə o lazım deyil, bizə əsas lazımdır ki, B hərfi neçə oyunda udub, o da aydın şəkildə görünür ki, 1 oyunda udub. B variantına baxırıq. Deməli, B variantında kim daha çox oyunda qalib gəlmişdir? Burada daha çox oyunda udan kimdirsə biz onu tapmalıyıq. Burada hal-hazırda görünən H-dır. H 4 oyunda udub. 4 oyunda udub. Düzdür, burada belə bir şərt verilməyib. Amma əgər verilsəydi ki, uduzulan oyunlar udulan oyunun xalından silir, o halda ən çox belə deyək, qalib görünən H olmaya da bilərdi. Məsələn, ən çox qalib J ola bilərdi. Ona görə J ola bilərdi ki, J heç bir oyunda uduzmayıb. Yalnız udub. 3 oyunda udub, digər oyunlarda heç olub ən azından. Çünki uduzmadığı görülür. 3 oyunda da udub. Amma H aydın şəkildə görünür ki, 4 oyunda udub, 3 oyunda, bura 3 düşəcək, 3 oyunda uduzub. Yəni uduzan halda udduğu oyunların xalından alırsa, onda ən çox belə xalı olan H olmaya bilər. Amma burada sual o şəkildə deyil. Deyir ki, kim daha çox oyunda qalib gəlmişdir? Net olaraq deyir ki, daha çox oyunda qalib gələn şəxsi göstərin. Orada H hərfi ilə göstərilib ki, ən çox oyunda qalib gələn
H olacaq. C variantına baxırıq. Hər bir oyunçu 7 oyun keçirmişdir. Hər bir oyunçu ya udmuş, ya uduzmuş, ya da oyunu heç-heçə başa vurmuşdur. J hərfi ilə qeyd edilmiş oyunçu neçə oyunu heç-heçə oynamışdır? Neçə oyunu heç-heçə oynamışdır? Əslində biz C variantının cavabını biraz öncə özümüz də bilmədən məlumatlandırdıq. Baxaq C nöqtəsinə. C nöqtəsinə diqqət etsək, yəni C oyunçu 3 oyunda udub, faktiki udub, heç bir oyunda da uduzmayıb. Yəni baxaq, koordinat oxuna baxaq, sıfıra düşür. Heç bir bura uduzmayan koordinat oxudur. Yəni J nöqtəsi 3 oyunda udur, heç bir oyunda uduzmursa və 7 oyunun olduğunu nəzərə alsaq, bu 7 oyundan 3 oyunu udur. Yerdə qalan oyunlarda da uduzmadığı halda aydındır ki, yerdə qalan oyunlarda heç olur. Onda belə çıxır ki, toplam 7 oyundan udduğu oyunların sayını çıxsaq, yəni 3 oyunu çıxsaq, 4 oyun qalır ki, bu 4 oyunda J heç-heçə oynayıb. Bu sualımızın D variantına diqqət edirik. İştirakçılar arasında təsadüfi bir oyuncu seçilsə, onun ən azı 2 oyunda qalib gəlmiş iştirakçı olma ehtimalı nə qədərdir? Deməli, bir oyuncu, yəni iştirakçıların sayı, ümumi saya baxaq. Ümumi oyunda biraz öncə də dedik, 8 nəfər iştirak edir ki, təsadüfi olaraq bir oyuncu seçilir və seçilmiş oyunçunun ən azı 2 oyunda qalib gəlməsi ehtimalını tapın deyir. Deməli, biz burada ehtimal tapmaq üçün əlverişli hala və bütün mümkün hala baxmalıyıq. Əlverişli hal olaraq, məsələn, A heç bir oyunda qalib gəlməyib. 4 oyunda uduzub, 3 oyunda heç-heçə oynayıb demək. Heç bir oyunda qalib gəlməyib. B, bir oyunda qalib gəlib. Bu bizim şərtimizi, belə deyək, D variantında olan şərt ödəmir. Çünki orada deyir ki, ən azı 2 oyunda udsun, yəni həmin oyuncu. Deməli, A və B oyuncuları heç bir şərt daxilində bu şərti ödəməyəcək. Çünki biri A heç bir vaxt udmayıb, B isə bir oyunda udub. Amma digər C, D, Y oyuncuları hər biri 2 oyunda udub. F, C oyuncuları 3 oyunda udub. H oyuncusu isə 4 oyunda udub. Yəni, ən az 2 oyunda udan oyuncular təbii ki, burada görünür. C, D, Y, F, C, H. 6 oyuncu var ki, bunlar ən azı 2 oyunda udublar. Onda bizim əlverişli halımız 6 oyuncudur. Yəni, faktiki olaraq bu 6 oyuncu seçilərsə, biz bir oyuncu seçdiyimiz zaman həmin o oyuncu bu 6 oyuncudan birinə düşərsə, bəli, ən azı 2 oyunda udmuş olur. Deməli, əlverişli hal 6-dır. Bütün mümkün halı isə 8 olacaq. Çünki ümumi oyuncu sayı 8-dir. Məsələn, mən ilk olaraq seçdiyim A-da çıxa bilər, ilk olaraq oyuncu seçdiyim B-də çıxa bilər, C-də çıxa bilər, H-da çıxa bilər. Bu bütün mümkün halda. Bütün mümkün halda 8 olacaq. Bizə bilirik ki, hadisənin ehtimalı tapmaq üçün əlverişli halı bütün mümkün halları bölərək. Burada əlverişli hal 6 olur ki, ən azı 2 oyunda qalib gələn oyuncu sayı 6-dır. Bütün mümkün hal N olur ki, yəni 8 nəfər olur ki, yəni ümumi oyunda iştirak edənlərin sayı ilə hamısı bütün mümkün haldır. Burada biz bütün mümkün halları hərflərlə qeyd eləmişik, amma 2 hərfi qeyd etməmişik bura. Yəni burada 6 görünür, amma yanlışlıq olub 8 hərfin hamısı bura daxildir. Yəni bütün mümkün hal 8-dir. Deməli biz burada deməli bir oyuncu seçilərsə, təsadüfi bir oyuncu seçilərsə, onun ən azı 2 oyunda qalib gəlmə ehtimalını tapmaq istəyiriksə, 6 oyuncunun 8 oyuncuya nisbətinə baxmalıyıq. Yəni, əlverişli halının bütün mümkün halların nisbətinə baxmalıyıq. Burada da 2 ixtisardan sonra 3/4 qalar. Deməli, bir oyuncunun ən azı 2 oyunda qalib gəlmə ehtimalı 3-ün 4-ə nisbəti olacaq. Bu səhifənin izahı bu qədər. Digər modul 1-in 6-cı səhifəsi, yəni modul 1-in sonuncu səhifəsinin izahını
təxminən 1-2 saat ərzində saytımıza yükləyəcəyik, kanalımıza yükləyəcəyik. Buyurub baxa bilərsiniz. Bir daha xatırladım ki, kanalımızın, yəni video həllərin önə çıxmasını nəzərə alaraq abunə olmağı unutmayaq. Sağ olun.